humanitar yardım adı altında dünyanın müxtəlif ölkələrində rəngli inqilabların müəllifi, eləcə də terror təşkilatlarına maliyyə yardım eləyən USAID-nin məxfi planlarını bir-bir ifşa edirik. Nyu-Yorkda olduğumuz günlərdə beynəlxalq münasibətlər üzrə tanınmış ekspert, professor David Harris ilə görüşürük. Harris bizi evində qarşılayır. Onunla söhbət bizim üçün bu şəbəkənin mexanikasını anlamaq üçün açar olacaq. Beynəlxalq İnkişaf Agentliyinin minlərlə qrantı var. Lakin əgər qrantlar terror təşkilatlarının dəstəklənməsinə gedirsə, bu Amerika qanunlarının pozulması deməkdir. Bu cür qrantların araşdırılması çox vacibdir.